Sən YouTube-a içerik üreticisən və uzun videolar paylaşmağa başlamısan və deyirsən ki, mənim videolarım niyə bu qədər az izlənir? Yəni mənimki kimi. Sən də mənimlə eyni səhv eləmisən. Başlayarkən shorts videosundan başlamısan. Alqoritm artıq səni shorts içerik üreticisi kimi tanıyır və uzun videolarını çox insana göstərmir. Əgər sən də bunu etmisənsə, kanalın qurtulması üçün ən azından mənim kimi yox, daha çox çalışmalısan. Hal-hazırda kanalımdakı izləmələri görürsünüz. Bəlkə də bərbad durumdadır. Amma videoya baxdıq, nəzər saldıqda və ya video daha çox insana ötürüldükdə, alqoritm tərəfindən yox, Instagram, TikTok və s. platformalar tərəfindən ötürüldükdə daha çox insanın cəlb olduğunu görmək olar. Bu da YouTube alqoritmasının pis yanıdır. Sən əgər başlayıb shortsla başlamısansa, artıq sənin uzun videolarının izlənməyi bir möcüzə kimi bir şeydir. Çünki sən əgər burada davamlı olmaq istəyirsənsə, ilk videon uzun olmalıdır.